Həmçinin ərin qadın üzərində olan haqlardan kişinin sirrini ifşa etməməli, yaymamalı. Bu qapını bağlamalıdır özü ilə əri arasında. Heç kimə öz aralarında olanı başqalarına danışmamalı. Xüsusən də əgər yaxınlıqla bağlı məsələlərdirsə. Çünki dinimiz qadağan edib kişi ilə qadın arasında olan məsələləri nə kişi ilə qadın başqalarına danışa bilməz. Hətta anasına belə. Hətta yaxınlarına, bacısına belə, birisinə, xalasına belə. Eləcə də kişi atasına, qardaşına və s. oturub durduqlarına nə baş veribsə evində onu danışmamalı. Şəriət qadağan edib. Peyğəmbər sallallahu əleyhi və səlləm xitab edir qadınlara, səhabə qadınlara danışır. Deyir ki, "Ələ həl əsəd imra'atun an tukhbira al-qawma bima yakunu min zawjiha idha khala biha." Məgər olacaqmı elə qadınlar ki, xəbər verəcək cəmaata və ya qövmə əri ilə arasında baş-başa qaldığını və sonra kişilərə xitab edir. Ələ asa raculun an yukhbira al-qawma bima yakunu minhu idha khala bi ahlihi. Kişi öz ailəsi ilə tək qaldıqda nə baş veribsə, onu danışan kişilər olacaqmı? Məclisdən bir qadın qalxır, deyir ki, "Vallahi innehunna la yef'alun." Deyir ki, Allah'ın da olsun ki, onlar edirlər. Yəni kişilər edir. Və sonra deyir ki, "Və innehunna la yef'alun." Bu qadınlar da edir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Fələ təfəlu zəlik." Etməyin bunu. Etməyin onu. Əfələ unəbbiyukum mə məsəlu zəlik. Sizə xəbər verim mi onun misalı nədir? Yəni bu xəbər verməyin, ərlə arvad arasında olan bu söhbəti yaymağın, başqalarına xəbər verməyin misalı nədir? Sizə xəbər verim mi? Deyir ki, "Məsəlü şeytan hətə şeytanahu bit-tariq və vaqa aleyha." Ondan sonra yandırın. Onun misalı bir şeytanın, yəni kişi şeytanın, başqa bir qadın şeytanı yolda onunla qarşılaşıb yolda yaxınlıq etməsinin misalıdır və insanlar da baxır ona. Bunun misalı budur. Ona görə qadağan edib dinimiz bu məsələləri başqalarına ifşa etmək və buyurub ki, insanların ən şərlisi Allah yanında qiyamət günü o kəsdir ki, kişi hansı ki qadını ilə yaxınlıq edib və qadın da əri ilə yaxınlıq edib sonra onu yayırlar o sirri. Açıqlayıblar başqalarına. Ona görə də qadının, kişinin qadın üzərində olan haqlarından evini qorumaq. Şəriət əmr edib ki, qadın ərinin evini qorusun. Ərinin evinə izinsiz heç kimi buraxmasın. Əri istəmədiyi kəsi evə gəlməsinə qoymasın. Çünki buyurub ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sizin onların üzərində olan haqlarınızdan sizin oturacaqlarınıza sizin istəmədiyiniz adamları oturtmasınlar. Və başqa bir rivayətdə gəlir ki, sizin qadınlar üzərində olan haqlarından sizin oturacaqlarınıza sizin istəmədiyiniz kəslərə oturmasınlar və sizin evlərinizə sizin istəmədiyiniz kəslərə izin verməsinlər girməyə.